Salam əziz dostlar, hər birinizi xoş gördük. Bu günləri inşallah biz sizlərlə hədislər əsasında uşaq tərbiyəsi haqqında danışmağa çalışacağıq. Təbii ki, dinimizin xüsusi önəm verdiyi məsələlərdən biridir ki, insan öz övladını, öz uşağını hansı formada yetişdirməlidir, hansı şəkildə istiqamətləndirməlidir. Hər biri haqqında dinimizin buyurduğu gözəl hədislər, gözəl kəlamlar var ki, onlardan birini indi diqqətinizə çatdırmağa çalışacağıq. İmam Sadiq əleyhissalam bir hədis qeyd edir. Uşaq tərbiyəsində qeyd edirik ki, uşağı tərbiyələndirmə baxımından həyatını 3 qismə bölmək lazımdır. Birinci hissə 7 yaşa qədər olan dövr, ikinci hissə 14 yaşa qədər olan dövr, üçüncü hissə isə 14-dən 21 yaşa qədər olan dövrdür və hər mərhələnin özünəməxsus xüsusiyyətləri var ki, İmam həmin hədisdə onu qeyd eləyir. İmam qeyd eləyir ki, ilk 7 ilində uşağı oynamağı üçün sərbəst burax. İkinci 7 ilində övladını tərbiyələndir, onu istiqamətləndir. Üçüncü 7-ci ildə isə ona bir özünə dost və məsləhətçi təyin elə. İndi isə bu hədisin ətrafında müəyyən qədər danışmağa çalışaq, açıqlamağa çalışaq. Biz ümumiyyətcə dini mənbələrə diqqət yetirsək, uşaq tərbiyəsində nəinki uşağın müəyyən yaşdan sonra, hətta ana bətnində olanda, hətta ana bətnində olmamışdan əvvəl formalaşmağı baxımından müəyyən göstərişlər verildiyi qeyd olunur. Hədislərdə məsələn bəzi yeyəcəklər qeyd olunur ki, həmin yeyəcəkləri yemək məsələn uşağın əxlaqında gözəl şəkildə təsir qoya bilər. Məsələn, bəzi yeyəcəklər var ki, uşağın əxlaqında, xasiyyətində mənfi təsirlər qoya bilər. Ona görə də həmin yeyəcəkləri məsələn anaya, ataya müəyyən mərhələlərdə yemək tövsiyə olunmur. İndi isə keçək qeyd elədiyimiz hədisə. İmamın qeyd elədiyi hədisdə birinci hissə ilk 7 yaşa qədər olan mərhələdir ki, həmin mərhələdə deyir uşaq oynamalıdır və ona bir sərhəd qoymaq lazım deyil və oynamaq üçün ona şərait yaradılmalıdır. Bu mərhələ təbii ki, uşağın formalaşmasında ən əhəmiyyətli mərhələlərdən biridir. Uşağa şəxsiyyət olaraq formalaşması üçün, uşağın həyata baxışı üçün həmin mərhələdə oynamağı lazımdır. Və eyni zamanda tövsiyələr olunur ki, valideynlər özləri də həmin vaxtında uşağın yanında olsunlar. Uşaqla oyunlarda özləri də müəyyən vaxt ayırıb, müəyyən qədər iştirak eləyə bilsinlər. Hətta alimlərdən bəziləri qeyd edir ki, məsələn, ata öz övladı ilə gün ərzində bir neçə dəqiqə oynamağı, 15 dəqiqə oynamağı və yaxud yarım saat oynamağı ananın bir neçə saat oynamağından daha çox müsbət baxımından uşağın həyatında təsirli olur. Ona görə də biz bacarmalıyıq ki, özümüz də bu işdə uşaqların yanında olaq. Uşaqları belə deyək, tək qoymayaq. Həm onlar özləri oyunlarını oynasınlar, həm də bunun vasitəsilə də həyatı kəşf etməyə çalışır uşaqlar. Ancaq təbii ki, hədisdə qeyd olunur ki, 7 yaşına qədər uşağı oynamağı üçün sərbəst burax. Bu o mənada başa düşülməməlidir ki, uşaq hər hansı bir xəta eləyəndə ona maneçilik yaradılmasın. Məsələn, uşaq ola bilər gedib elə bir iş görsün ki, ona ziyan olsun. Mənəvi və yaxud fiziki olaraq ziyan olsun. Təbii ki, burada valideynin borcudur ki, buna mane olsun, onun qarşısını alsın. Burada diqqət olunası məqamlar var. Təbii ki, diqqət olunası məqamlardan biri də budur ki, uşağın istəklərində bəzən olur bəzi ailələr heç bir sərhəd qoymur. Heç bir sərhəd qoymayanda bütün dünyanın uşağın özünə aid olduğu zənni, özünə aid olduğu bir təsəvvür yaranır ki, bu da təbii ki, uşağın sonrakı mərhələlərində həyata bağlanmaq baxımından bir çox sıxıntılar yarana bilər. Adlerin qeyd etdiyi bir söz var bu baxımdan. Deyir, həddindən artıq çox ərköyün böyüdülən uşaq cəmiyyət üçün ən təhlükəli qrupdur. Növbəti mərhələlərində deyir, cəmiyyətə ən təhlükəli ola biləcək qrup həmin uşaqlardır ki, həddindən artıq ərköyün böyüdülüb. Burada məqsəd nədir? Yəni ərköyün böyüdülməkdə məqsəd budur ki, uşağın istəklərində bir sərhəd yoxdur. Nə istəyirsə onun olmalıdır. Onun istəyinə qarşı heç kim çıxmamalıdır və bu formada həddindən artıq şəkildə əgər uşaq
erköyün böyüdülərsə, təbii ki, onun özü üçün də və cəmiyyət üçün də bir çox fəsad və problemlər yarana bilər. Məsələn, həmin uşaq həyatda heç bir zaman yox deyilmədiyinə görə, hər bir zaman yaxınları tərəfindən qəbullandığına görə, həyatında növbəti mərhələlərdə artıq ictimaiyyətə qarışanda, sosiallaşanda yanında olan bəzi insanlar ona ailəsi tərəfindən verilən dəyərli, ailəsinin tərəfindən olan qəbullanmanı həmin cəmiyyətdə görməyəndə uşağın təbii ki, həyatında sınma yarana bilər, həyatda qopma yarana bilər ki, bu da bir çox problemləri gətirib çıxara bilər. Ona görə də uşaq tərbiyəsində buna çox diqqət yetirmək lazımdır və uşağın istəklərində təbii ki, onları yerinə yetirmək lazımdır, ancaq elə formada yerinə yetirilməlidir ki, hər şeyin onun özünə aid olduğu düşüncəsində olmasın. İmamın qeyd elədiyi ikinci mərhələ isə artıq tövsiyə eləyir ki, digər 7-dən 14-ə qədər olan yaş dövründə artıq uşağa təlim və tərbiyə işinə başlanılsın. Biz İbn Sinanın da bu baxımdan bəzi metodları var, uşaq tərbiyələndirmək baxımından. İbn Sinanın da nəzəriyyələrinə diqqət yetirsək, o da qeyd edir ki, uşaq tərbiyəsində başlanma, uşaq təhsilində, təlimində başlanma müddəti 6 yaşından sonra olduğunu qeyd edir. Yəni, həmin yaşdan sonra artıq uşağın düşüncəsi, uşağın qəlbi bir növ bu işlərə açıq olur. Ona görə də həmin mərhələdə artıq uşağın tərbiyə edilməsinə, nəyisə öyrədilməsinə, doğru və düzgün şəkildə istiqamətləndirilməsinə başlanmağı lazımdır. Həzrət Əli əleyhissalamın bir məktubu var oğlu İmam Həsən əleyhissalama. Həmin məktubda oğluna qeyd edir, deyir ki, uşağın qəlbi əkilməmiş bir tarlaya bənzəyir. Və deyir, nə əksən orada onu da biçəcəksən, o cürünə də bar verəcək. Və artistə qeyd edir ki, sənin qəlbin daşlaşmağa başlamamış və ağlında bəzi düşüncələr formalaşmağa başlamamış, mən səni öyrətməyə başladım. Mən sənə deyir, öyrətdiyim elə bir şeylər idi ki, vaxtında başqa insanlar tərəfindən təcrübə keçirilmiş təlimlər idi ki, mən sənə bunu vaxtında öyrətdim ki, sən onu tezdəndən təcrübə etməyə ehtiyac duymayasan. Bu cür məktub yazır Həzrət Əli əleyhissalam oğlu İmam Həsən əleyhissalama. Təbii ki, bu çox əhəmiyyətli bir hədisdir. Bu hədis vasitəsilə Həzrət Əli əleyhissalam öz oğluna tərbiyənin nə qədər həssas şəkildə yanaşdığını qeyd edir. Deyir, mən sənə elə bir yolla öyrətdim ki, səndən əvvəl başqa insanlar tərəfindən bu təcrübə olunub. Bu çox əhəmiyyətli məsələdir. Təbii ki, təcrübə olunmuş elm, təcrübə olunmuş bilgi insanın qəlbində daha çox rahatlıq tapa bilər, insanın qəlbinə daha çox aramlıq verə bilər və eyni zamanda insan üçün daha çox təsirli ola bilər. Bundan əlavə uşaqların ki, yaş mərhələləri var. Uşağın müəyyən bir yaş mərhələsi var ki, psixologiyada həmin mərhələyə şək-şübhə mərhələsi deyirlər. Təxminən 12, 13, 14 yaşlarında olan uşaq həyatla bağlı bəzi məsələlərdə şəkkə düşür. Məsələn, Allah inancında, axirət inancında müəyyən şək və şübhələr artıq insanın beynində formalaşır. Təbii ki, burada artıq təlim metodu elə bir şəkildə olmalıdır ki, həmin şək-şübhə dövründə uşaq o şəkkin içində itib batmasın və o şəklərin içində özünə lazım olan, özünə faydalı ola biləcək cavabları tapa bilsin. Təbii ki, bu da valideynin öhdəsinə düşən mərhələdir ki, ilkin mərhələdə hansı formada təlim verib, hansı formada tərbiyələndirib, bu valideyndən asılı olan məsələdir. Məsələn, Həzrət Əli əleyhissalam ki, orada qeyd edir, deyir, ağlıma başqa düşüncələr gəlməmiş, qəlbim daşlaşmamış, yəni həyatla bağlı ola bilər, bəzi şübhələrə düşəsən, bəzi beynində suallar formalaşar ki, həmin suallara məntiqli cavab tapmaq istəyərsən, tapa bilmərsən, deyir, həmin mərhələ başlamamış mən sənə təlim verdim. Bu çox incə bir hədisdir. Həzrət Əli əleyhissalamın çox incə yanaşmasıdır ki, təbii ki, hər bir valideyn bu məsələyə bu cürlə yanaşmalıdır. Din psixologiyasında edilən biz araşdırmalara baxsaq, din psixologiyasında araşdırmalardan biri də din dəyişmə ilə bağlı olan araşdırmadır.
Din dəyişdirmə ilə bağlı olan araşdırmalarda burada məqsəd din dəyişdirmədə, yəni fərqi yoxdur. Hansı dindən asılı olmayaraq bir dindən çıxıb başqa bir dinə daxil olmaqdır, bir dini seçməkdir və yaxud da ümumiyyətcə dindən imtina etməkdir, yəni ateist olmaqdır. Əsasən hansı mərhələdə baş verir? Araşdırmalar bunu göstərir ki, bu hallar, din dəyişdirmə hadisəsi, dindən çıxma hadisəsi uşağın ilkin yeniyetməlik dövrünün başladığı mərhələlərdə baş verdiyi daha çox müşahidə olunur. Təbii ki, bu onu göstərir ki, o ki əvvəldə qeyd elədik, uşağın beynində müəyyən şəklər, şübhələr yaranır. Bu onun nəticəsi ola bilər ki, həmin şübhələrə lazımlı cavab tapmayıb deyənə artıq gedir başqa din seçir və yaxud da ümumiyyətcə dindən çıxır. Ona görə də bu mərhələ çox həssas mərhələdir və valideynlər bacardığı qədər bu mərhələdə öz övladlarına diqqət yetirməlidir və təlim tərbiyəsi ilə məşğul olmalıdır. Hədisin 3-cü hissəsi isə İmam qeyd eləyir, deyir 21 yaşa qədər, 14-dən 21 yaşa qədər olan dövrdə isə öz övladını özün üçün dost və məsləhətçi qərar ver. Təbii ki, burada uşağa verilən bir dəyərdən söhbət açılır. Burada uşağa verilən bir diqqətdən söhbət açılır ki, həmin mərhələdə uşağın həyatı üçün çox önəmli bir məsələdir. Çünki artıq uşaq ki formalaşır, bundan sonraki həyatında insanlarla artıq qaynayıb qarışacaq, yeni dərs həyatı, yeni iş həyatı, yeni bir cəmiyyətə, yeni bir mühitə girəcək. Həmin mühitə daxil olana qədər artıq uşaq özü qərar vermək imkanına sahib olmalıdır. Uşaq özü düşünə bilmək imkanına sahib olmalıdır. İmam ona görə burada qeyd edir ki, deyir, onunla məsləhətləş və onu özü dost bil. Yəni məcbur elə ki, özü də düşünsün. Burada belə deyək də üstünə gedilməməlidir ki, sən düz düşünmədin, səhv qərar verdin. Bu cür olmamalıdır. Təbii ki, səhv düşünə bilər, səhv qərar verə bilər və valideyn onu doğru, düzgün şəkildə yönləndirə bilər. Sadəcə burada əsas məqsəd budur ki, uşaq özü qərar verməyi bacarsın, özünü inkişaf etdirməyi bacarsın. Çünki qeyd elədiyimiz kimi artıq ətrafı daha da çoxalır uşaq böyüdükcə, cəmiyyətlə daha da çox qaynayıb qarışır və cəmiyyətin hər tərəfli, hər üzünü görmək imkanına sahib olacaq. Və həmin mərhələdə artıq uşaq çətinə düşməsin. Özü düşünə bilməyən uşaq təbii ki, müəyyən bir sıxıntılar görəndə həmin sıxıntılar onu çox geriyə sala bilər həyatında. Ona görə də imamın məqsədi burada budur ki, özünü tapa bilsin uşaq həyatda, özünün imkanlarını kəşf eləməyi bacara bilsin.